Kürdəmir rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. 21 yaşlı Bəşirova Lamiyə qətlə yetirilib. Onun hadisəni törətməkdə şübhəli bilinən əri Bəşirov Natiq Arazoğlu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə cütlük 2024-cü ildə ailə qurub və onların yaş yarımlıq övladları var. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb. Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Əziz Əliyev prospekti və Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində olub. Chevrolet Equinox markalı avtomobil idarə etmədən çıxaraq yol kənarındakı Gəncə tibb mərkəzinə çırpılıb. İlkin məlumata görə hadisə nəticəsində 2 nəfər xəsarət alıb, həmçinin avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma başlanılıb. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu Qarabağ küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHŞ-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlər tərəfindən Opel markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, yüksək temperaturun təsirindən yaxınlıqda park edilmiş Mercedes markalı minik avtomobilinin bamperi deformasiya edib. Xəsarət alan olmayıb. Avtomobillərin digər hissələri yanğından mühafizə olunub. Aprelin 7-sində Qobustanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon ərazisində yerləşən qış otlaq sahəsində yaşayan 2017-ci il təvəllüdlü Heybətli təbii şəkildə yaranmış gölməçəyə yıxılıb. Ehtiyatsızlıqdan suya düşən oğlan orada boğularaq ölüb. Faktla bağlı Qobustan rayon prokurorluğunda araşdırma aparılır.